Salam. Bu videoda maraqlı bir sonsuz cəmin hesablanmasını göstərəcəm. Məşhur bir sualdır. Deməli 1 minus 1 bölü 3 plus 1 bölü 5 minus 1 bölü 7 plus və s. belə davam edir. Bu sıranın cəmini tapacağıq. Leibniz əlamətinə görə asanlıqla ispat edə bilərsiniz ki, bu sıra yığılır. Yəni bu cəm bir həqiqətdir və indi biz o cəmi tapacağıq. Belə bir qüvvət sırasına baxacağam. Deməli, x bir həqiqət olsun və bu x həqiqətinin modulu birdən kiçik olsun. Belə bir qüvvət sırasına baxacağam. 1 minus x kvadrat plus x üstü 4 minus x üstü 6 və s. davam edir belə sonsuz. Bu aydın məsələdir ki, sonsuz azalan həndəsiz olacaq. Silsilə vuruğu mənfi 2 kvadratıdır. Mənfi x kvadratıdır. 2 mənfi x kvadratıdır. Və 2'nin mütləq dəyəri birdən kiçikdir deyə bu yığılır. Və bu bərabərdir. 2 mənfi x kvadrat olduğuna görə b1 bölünsün 1 çıx 2 düsturundan 1 bölünsün 1 plus x kvadratı əldə etmiş olarıq. Bu sıra, bu qüvvət sırası mənfi 1 aralığında yığılır. Aralığında yığılır. Yığılma radiusu mənfi 1 yığılma aralığı mənfi 1'dir. Yığılma radiusu r bərabər 1 olur. Amma uc nöqtələrdə xüsusi yoxlamaq lazımdır. Məsələn, x-ə 1 qoysaq yığılmayacaq. 1-də yığılmır. Mənfi 1 qoysaq da yığılmır. Və yığılma aralığında bu qüvvət sırasını mən hədd və hədd integrallayacağam. O zaman belə bir sıra alacağım. X minus x kub bölü 3 plus x üstü 5 bölü 5 integrallayıram. Hədd və hədd integrallamaq olar. X üstü 7 bölü 7 və s. Bu bərabərdir. Sağ tərəfində integralı məlumdur ki, bizə arctan x verəcək. Bu qüvvət sırası, belə bir qüvvət sırası əldə etdik. İndi bunun yığılma aralığı mənfi 1-1-də yığılır bu. Yığılma aralığının mənfi 1-1 olduğunu göstərə bilərik. Koşar-Damar düsturundan yəni ispat edə bilərsiniz ki, burada r 1'dir. Koşar-Damar düsturundan r-ni 1 taparsınız və uclarda xüsusi yoxlamaq lazımdır və 1-də yığılır bu sıra. X-ə 1 qoyduğumuz zaman bu sıra yığılacaq. O zaman x-ə 1 qoyduğumuz zaman əgər yığılırsa, onda Abel teoreminə görə bu ulduz qüvvət sırası bir nöqtəsində deməli soldan kəsilməzdir. O zaman x-in yerinə 1 yaza bilərik. Yəni o deməkdir. O zaman x-in yerinə 1 yazsaq belə bir cəmi tapmış oluruq. Bu bizə verəcək arctan 1. Bu da bizə verəcək pi bölü 4. Deməli, verilmiş cəm 1 çıx 3'də 1 plus 5'də 1 minus 7'də 1 və s. belə sonsuz gedir. Bu bərabər pi bölü 4 oldu. Növbəti videoda görüşərik. Sağ olun.